Sabahınız xeyir, hörmətli izləyicilər. Bugünkü siyasi icmalda bələdçiniz mən Süleyman Həmidov. Almaniya prezidenti Frank-Walter Steinmeierin bu günlər ərzində Azərbaycana səfəri gözlənilir və hazırda Ermənistanda olan Steinmeierin Bakıya səfəri öncəsi Almaniyadan Azərbaycana bir sıra təxribatlar edilib. Belə ki, ötən gün Almaniya prezidentinin Instagram səhifəsində paylaşılan hekayədə Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı əks olunmuşdu. Təbii ki, rəsmi Bakının buna cavabı özünü çox gözlətməyib. Almaniyanın ölkəmizdə olan fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman Xarici İşlər Nazirliyinə çağırılıb və Almaniya prezidentinin səhifəsində paylaşılan bu paylaşıma görə səfirə sərt etiraz bildirilib və bildirilib ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı edilmiş paylaşıma görə Almaniya tərəfi Azərbaycandan rəsmi şəkildə və ictimai əsasda üzr istəməlidir və media mənsublarının diplomatik mənbələri istinadən yazdığı məlumata əsasən səfirlə danışıqlar çox sərt şəkildə keçirilib və yalnız bütün bu proseslərdən sonra bugün səhər saatlarında artıq Almaniya tərəfi Azərbaycandan rəsmi şəkildə üzr istəyib. Rəsmi Berlin bildirib ki, bu post səhifən yerləşdirilib və bir müddət sonra dərhal silinib və Azərbaycanın sərt etirazı və diplomatik təmaslar nəticəsində Almaniya Azərbaycana rəsmi üzr məktubu ünvanlayıb və bu məktubun ictimailəşməsinə razılıq verilib və Azərbaycanın prinsipial mövqeyi görünən odur ki, bir daha öz təsdiqini tapdı. Bəli, son günlər aktiv şəkildə müzakirə olunan mövzulardan biri də Vaşinqton və Kiyev arasında sövdələşmədir. Söhbət yeraltı sərvətlərdən gedir. Ukraynanın və ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı razılaşma son günlər ciddi mübahisələrə səbəb olmaqdadır. Belə ki, Kiyev rəsmilərinin bildirdiklərinə görə hazırki formada bu razılaşma Ukrayna konstitusiyasına ziddir və hətta Ukraynanın Avropa İttifaqına inteqrasiya şərtlərinə uyğun deyil və bu səbəbdən Ukrayna hökuməti Ədliyyə Nazirliyi ilə bir yerdə istəyir ki, yenidən bu sənədlərə baxsın, bu sənədləri yenidən nəzərdən keçirsin. Hətta Zelenski ofisinin müşaviri Sergey Leşenko bildirib ki, sənəd işləndikdən sonra və Kiyev üçün məqbul hala gələndən sonra artıq tərəflər bu saziş üzrə yekun razılığı əldə eləyə biləcəklər. Təbii ki, bütün bu açıqlamalar okeanın o tərəfində hiddət doğurmaya bilməzdi və elə açıqlamalardan bir neçə saat sonra Birləşmiş Ştatlar prezidenti Donald Trump bir sıra açıqlamalarla çıxış elədi və bildirdi ki, son məlumatlar onu göstərir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu sövdələşmədən artıq geri çəkilməyə çalışır və Donald Trump bununla kifayətlənməyib və Ukraynalı həmkarına qarşı təhdidlər yağdırıb və bildirib ki, əgər rəsmi Kiyev bu sövdələşmə ilə razılaşmasa, Ukrayna prezidentini, Ukrayna hökumətini problemlər, hətta çox böyük problemlər gözləyir. Və qeyd etmək yerinə düşər ki, ABŞ-ın Ukraynaya təqdim etdiyi layihəyə əsasən Ukraynada olan bütün təbii mineral ehtiyatlarına nəzarət bütövlükdə Vaşinqtonun nəzarətinə keçir və bunun qarşılığında Vaşinqton Ukraynaya heç bir təhlükəsizlik zəmanəti vəd etmir və heç bir təhlükəsizlik zəmanəti təminatı verməyəcək. Bu isə, bütün bu proseslər isə Kiyevdə təbii ki, müəyyən narahatlıqlar və müəyyən suallar doğurur. Ukraynada hesab eləyirlər ki, bu sövdələşmə ilə Birləşmiş Ştatlar yalnız öz maraqlarını güdür və Ukraynanın strateji maraqları və strateji ehtiyacları nəzərə alınmır. Trumpın bir digər açıqlamasına görə Ukrayna bundan sonra heç vaxt NATO'nun Şimali Atlantik Alyansının üzvü olmayacaq. Trump bildirir ki, Zelenski buna cəhd eləyir, Zelenski bunu çox istəyir, amma Zelenski özü də başa düşür ki, bu heç vaxt baş verməyəcək. Təbii ki, Amerika prezidentinin bu açıqlaması Ukraynanın NATO inteqrasiyasını sual altına qoyur sözsüz və onsuz da mürəkkəb olan geosiyasi vəziyyəti daha da gərginləşdirir. Moskvaya gəlincə, ABŞ prezidenti son günlər Rusiyalı həmkarı Vladimir
Putindən biraz inci düşüb, necə deyərlər və indi deyəcəm niyə. Vladimir Putin Ukrayna prezidentinin legitimliyini şübhə altına qoyur və Rusiyada hesab eləyirlər ki, Ukraynada yenidən seçkilər keçirilməlidir və yalnız bundan sonra Ukrayna tərəfi ilə danışıqlar aparıla bilər. ABŞ prezidenti Donald Trump isə bu mövqe ilə razı deyil və bildirir ki, Rusiya, yəni Putin onun xoşuna gəlsə də, gəlməsə də Zelenski ilə bu danışıqları aparmalıdır. Kremlin sözçüsü Dmitri Peskov isə son günlərdə verdiyi açıqlamalara əsasən bildirib ki, Vladimir Putin Donald Trumpla bütün təmaslara açıqdır və lazım olan istənilən məqamda iki prezident arasında təmaslar, yəni istər telefon zəngi, istərsə də görüş təşkil oluna bilər. Digər tərəfdən Peskov bildirib ki, Vaşinqton və Moskva arasında münasibətlər Ukrayna ilə bağlı deyil və bu münasibətlərin artıq yenidən qurulması, münasibətlərin normallaşma prosesi üzərində iş gedir, hansı ki, Biden dövründə kifayət qədər korlanmışdı və belə görünür ki, Dmitri Peskov belə bir açıqlamayla Trumpın Putinə bir növ əsəbləşdiyi ilə bağlı iddialardan yayınmağa çalışıb. Ümumiyyətlə, son günlər Amerika ilə bağlı gündəm mövzulardan biri də ABŞ-nin ticarət siyasəti ilə bağlıdır. Xüsusilə burada Amerika və Çin ticarət siyasətinə göz atmağa dəyər. Bilirsiniz ki, bir müddət öncə rəsmi Pekin və rəsmi Vaşinqton arasında bir razılaşma əldə olunmuşdu ki, iki ölkə arasında hərtərəfli bir geniş miqyaslı sammit keçirilsin və hələ ki, rəsmi Pekin bu sammiti keçirməyə tələsmir, çünki Vaşinqtonun son addımlarını təzyiq olaraq qiymətləndirir rəsmi Pekin və bildirir ki, əgər bu təzyiqlər dayandırılmasa, yəqin ki, bu sammitdə keçirilməyəcək. Bu da səbəbsiz deyil. Çin rəsmiləri bildirirlər ki, Xi Jinping və Donald Trumpın arasında mümkün görüş yalnız münasibətlərdə yeni bir sıfırlanma baş verərsə təşkil oluna bilər. Amma görüşün keçirilməsini heç kim istisna etmir, lakin dəqiq tarixlər hələ ki məlum deyil. Bundan bağlı bir neçə gün öncə ABŞ rəsmisi Marco Rubio da açıqlama vermişdi. Qeyd eləmək yerinə düşər ki, fevralda ABŞ prezidenti Donald Trump Çindən gətirilən mallara 10%lik rüsum tətbiq eləmişdi və bir müddət sonra bu rüsumların həcmini 20%-ə qədər artırdı. Cavab olaraqsa Çin ABŞ-dən bəzi kənd təsərrüfatı mallarına 10 və 15% ixal rüsumları ilə cavab verib və 15 şirkətə ixrac nəzarəti tətbiq eləyib. Eyni zamanda son günlərdə Amerikanın Avropa İttifaqına da bəzi rüsumlar tətbiq edəcəyi ilə bağlı söz-söhbətlər gəzir ortada və hətta bu rüsumların 20-25%-ə qədər artacağı qeyd edilir. Təbii ki, bütün bu proseslərə Avropa İttifaqının cavabının olacağı da gözlənilir və bu da təbii ki, bu tədbirlər yeni iqtisadi gərginlik dalğası yaradacağı gözlənilir. İqtisadi sahədə də Vaşinqton və Rusiya arasında bir növ gərginlik davam eləyir. Trump Rusiya neftinin satışına ikili sanksiyalar tətbiq eləmək niyyətindədir, əgər onlar Moskva ilə Ukrayna məsələsi üzrə razılığa gələ bilməsələr. Lakin Rusiya görünən odur ki, heç də bu məsələdən narahat deyil, çünki Rusiyanın neft ixracatçılarından, ixalçılarından da doğrusu biri də Çindir və Pekin rəsmiləri qeyd eləyir ki, ABŞ-nin istənilən rüsumlarına baxmayaraq, rəsmi Pekinin Moskva ilə ticari əlaqələrinə, xüsusilə neft sahəsində, enerji sahəsində əlaqələrinə heç bir çətinlik yaranmayacaq və bu prosesdən sonra da Çin aktiv şəkildə Rusiyadan enerji resurslarını almağa davam eləyəcək. Bəs Trumpın bütün bu iqtisadi, ticari müharibəsi dünyanı qoyaq bir kənara, Azərbaycana necə təsir eləyəcək? Təbii ki, son günlərdə maraq doğuran və sual doğuran məsələlərdən biri də budur. Biz bu mövzunu iqtisadçı ekspert Xalid Kərimli ilə ətraflı şəkildə müzakirə eləmişik. İndi isə istərdim onu dinləyək. Azərbaycanın əsas narahat edən məsələ bu qlobal inflyasiyadır. Qlobal inflyasiya həm əmtəə bazarında, həm də ərzaq bazarında güclənərsə bu ölkəmiz üçün əlavə baş ağrısı yarada bilər. Amma indiki halda son bir neçə ayda dolların ucuzlaşmasına görsək, bu Azərbaycan üçün o qədər də pis xəbər deyil. Düzdür, bu inflyasiya artırıcı faktordur ki, ölkəyə gələn inflyasiya artmış olur, amma eyni zamanda da bu manatın üzərindəki təzyiqin azalmasıdır. Qeyri-neft sektorunun ixrac imkanlarının bir qədər yaxşılaşması.
Hörmətli izləyicilər, ABŞ və İran arasındakı münasibətlər də hazırda maksimum gərgin vəziyyətdədir. Qeyd etmək lazımdır ki, Tramp açıq şəkildə bəyan edib ki, rəsmi Tehran nüvə proqramı ilə bağlı danışıqlardan imtina edərsə, bu ölkəyə qarşı, yəni İslam Respublikasına qarşı sərt addımlar atılacaq. Bu açıqlama Tehranda da bir növ narazılığa səbəb oldu və ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirdi ki, bu cür təhdidlər beynəlxalq sülhə ziddir və BMT nizamnaməsini pozur. Bəqainin sözlərinə görə sülh bundan sonraki prosesdə sülh doğuracaq, zorakılıq isə elə zorakılıq doğuracaq. İranın ali dini lideri Ayətullah Əli Xamneyi də təbii ki, bütün bu proseslərə səssiz qalmayıb və o əmindir ki, ABŞ İrana qarşı birbaşa açıq şəkildə hərbi müdaxilə etməyə cəsarət etməyəcək. Amma əgər Vaşinqton İranın daxilində vəziyyəti qeyri-stabil vəziyyətə gətirməyə çalışarsa, İran xalqı buna sərt şəkildə cavab verəcək. Digər tərəfdən görünən odur ki, qarşıdakı aylarda ABŞ və İran arasında atılacaq addımlar ciddi nəticələrə səbəb ola bilər. Hörmətli izləyicilər, Cənubi Qafqazla davam eləmək istəyirəm. Məlumdur ki, Ermənistanda bir neçə gün öncə seçkilər keçirildi, bələdiyyə seçkiləri, növbədən kənar bələdiyyə seçkiləri keçirildi. Gümrüdə və Parakar icmasında maraq doğuran məsələlərdən biri də o oldu ki, Gümrüdə hakim Paşinyanın partiyası müəyyən bir fərqlə qələbə qazanmağı bacarsa da, Parakarda iqtidar partiyası məğlub oldu müxalif partiyaya və görünən odur ki, daxili siyasi böhran fonunda Mülki Müqavilə Partiyasının mövqeyi bir qədər zəifliyib. Bu da təbii ki, qarşıdakı parlament seçkilərində, Ermənistanda keçiriləcək parlament seçkilərində də Paşinyanın mövqelərini bir növ sarsıtmış oldu. Və qeyd eləmək yerinə düşür ki, Ermənistan kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə Paşinyan öz partiyadaşlarına deyib ki, hər nə bahasına olursa olsun, onlar parlament seçkilərində mütləq qələbə qazanmalıdırlar və hazırda bununla bağlı addımlar atılır. Amma qeyd eləmək lazımdır ki, hökumət artıq əvvəlki dəstəyini də itirməkdədir və bununla yanaşı görünən odur ki, Paşinyanın rəqibləri, yəni müxalif qüvvələr, xüsusilə revanşistlər, Rusiya meyilli revanşistlər koalisiya şəklində birləşərək Paşinyanın əleyhinə çıxış eləyirlər və onların planlarında qarşıdakı parlament seçkilərində xaricdən müəyyən dəstək alaraq parlament seçkilərində qələbə qazanmaq olacaq onların planların arasında. Hörmətli izləyicilər, Siyasi İcmaldan bugünlük bu qədər. Sizinlə mən idim Süleyman Həmidov. Növbəti efirlərdə görüşənədək.